Əla sualdır. Bir insanın özünə duyduğu sevgi daha gözəldir, yoxsa başqasına duyduğu sevgi? Deyir, ola bilməz ki, bir insan hamıya nifrət edir, amma özünü çox sevir. Əslində sevgi ümumidir. O hiss insanın özündə varsa, o həm özünü sevir, həm başqalarını sevir, həm təbiəti sevir, həm canlıları sevir, həm cansızları sevir. Sanki olur sevgi pıtırcığı. O insanın içində varsa, ilk olaraq təbii ki, özünü sevmək çox önəmlidir. Çox, yəni başlıca şərtdir. Çünki özünü sevmirsənsə, başqasını da sevməyəcəksən. Özünü şərtlərlə sevirsənsə, başqasını da şərtlərlə sevəcəksən. Və özünü sevmirsənsə, başqasının sevgisi də sənə inandırıcı gəlməyəcək. Deyək ki, bir yeməyi heç sevmirsən, ən nifrət elədiyin yeməyi düşün. İndi örnək çəkmək istəmirəm. Hansısa mənim nifrət elədiyim yemək var. Kimsə deyəcək ki, çox dadlı. Deyəcək, nə danışır? Bu necə dadlı ola bilər? Düzdür? Əgər mən özümü sevmirəmsə, kimsə mənə deyir ki, səni çox sevirəm, inanmağım gəlməyəcək içdən içə. Deyəcəm ki, axı mən sevilməyə layiq deyiləm. Axı mən heç də o qədər yaxşı deyiləm.